Səhiyyə təşkilində iki istiqamət var və biz iki həyat tərzi görmüşük həm də Azərbaycanda. Sovet İttifaqı və zamanı Komünist Partiyası və Sovet hökuməti xalqın və zəhmətkeşlərin qayğısına qalırdılar. Sovet səhiyyəsinin 3 prinsipi var idi. Profilaktiklik, yəni xəstəliyi öncələmək, pulsuzluq və kütləvilik. Kapitalist sistemində 91-ci ildə nəqs inqilab baş verəndən sonra insanın sağlamlığı kiməsə belə maraqlı deyil. Nə farm firmalara, nə həkimlərə, nə müəssisələrə, heç kəsə. Kapitalizmdə 3 prinsipdir. Müalicəvilik, pulluluq, elitarlılıq. Ona görə də kapitalizmdə həkim yoxdur, biznesmenlər var. Və ona görə də o biznesmenlərin səhvlərini üzə vurmaq olar. Əgər tək-tük həkim qalıbsa da, o həkim şərəfli peşədir. Həkimin heç bir suçunu ictimailəşdirmək olmaz. Çünki əsl həkimin səhvi də bu bir axtarışdır. Bu elmi axtarışdır. Elmi axtarışlarda səhv yoxdur. Yeniliklər var. Nə demək istəyirsiniz? Baxın, deyək ki... Birdən yanlış anlayanlar deyirlər ki, bu bir təcrübə. Onda deməli, laboratoriya suçanı kimi baxırsınız. Bəli, əlbəttə. Elm dünən bu qədər bilirdi. Bugün bu qədər bilir. Sabah bu qədər biləcək. Bu çərçivədə nəsə proqnoz vermək olur. Amma bizim biliksizliyimiz sonsuzdur. Əsl həkimlərsə cəsarətli insanlardır ki, yoxdan var eləyirlər. Biliksizlikdən bilik əldə eləyirlər və bəşəriyyətə bəxş eləyirlər. Aydındır? Yəni, hər bir əməliyyat da bir elmi tədqiqatın tərkib hissəsi. Bəli, əlbəttə. Əlbəttə, müəyyən bir protokollar var ki, bəlli yollar var. Baxın, deyək ki, səhv nəyə deyilir? Riyaziyyatda səhv bəlli bir qaydalara riayət eləməməkdə gedir. Yol hərəkəti qaydalarda müəyyən bir şərtlər var, o şəraitə riayət eləməmək deyilir. Amma deyək ki, siz harasa yeni bir ölkəyə gəlmişsiniz, tanımırsınız haradır, nədir? Və yeni gedirsiniz harasa. Haradasa bataqlıqdır, haradasa səhradır. İndi deyək ki, gəlmişsiniz hansısa bir bataqlığa. Səhv mi eləmişsiniz? Gəlmişsiniz bir dənə heç vaxt olmadığınız bir ölkəyə. Gəzirsiniz özünüz üçün. Bir yerə gedirsiniz, sonra bir yerə gedirsiniz. Gəldiniz bir bataqlığa çıxdınız, qeyd elədiniz. Bura bataqlıqdır. İndi siz səhv eləmişsiniz ya yox? Səhv eləməmişsiniz. Tədqiqat eləmişsiniz. Birinci dəfədir gəlmişsiniz bura, deyirsiniz filan şey budur. Düzdürmü? Bax, həkimlik də elədir. Əsl həkimlik elmdir, kəşfiyyatdır. Orada səhv deyilən şey yoxdur, tədqiqat var. Tədqiqatda səhv yoxdur. Mənim fikirlərim də heç kəsdə yoxdur, nə planetdə, nə Azərbaycanda. Orijinaldır, Mən originalam, qalan hamısı kopyadır.